Belə beton heç bir ağırlığı saxlaya bilməz. Axı qəza ola bilər. Qəzaya bir bax. 30 ildir tikirəm. Nə müəllimim olub, nə də başımın üstündə göstəriş verənim. Heç bir qəza da baş verməyib. Odur sənə deyirəm, bu gündən sonra məndən xəbərsiz heç kəsə göstəriş vermə. Lazım deyil. Mən elə sizi axtarırdım. Sizin sahənizdə torf plitələri gətiriblər. Onları, bax, ora, o binaya qoyublar. Ət anbarı ilə yanaşı. Gedək qəbul edeyim. Buyurun. Nə almışıq, hamısı buradadır. Onlara cavabdeh sizsiz. Buyurun. Çox sağ olun. Daha gətirməyin. Prorab dedi ki, daha qoymağa yer yoxdur. Orada nə inirsən? Uzanmışam özüm üçün. Sən də çıx, yumşaq yerdir. Düş aşağı. Düş görüm. Səni Allah hardan getirdi bura? Taksir məndədir ki, çağırdım səni də. Özüm üçün rahatça uzanmışdım. Düş aşağı. Düş. Yeri. Nahaq sən onu öpmədin. Mən yuxarıdan baxırdım. Dedim özün başa düşərsən. O da yavaş da, sən nə danışırsan? Dəli zad olmamısan ki, eşidən olaraq. Yeri görüm, yeri. Bax buyursun, qızarmaqda işləri çoradın. Amma zərər yoxdur. Sən onu öp, sonra mənə sağ ol deyəcəksən. Görərsən. Mənim bu kitablarım hara yoxa çıxıb, Ancaq kitabxanadan aldıqlarım qalıb. Dərs kitablarını deyirsən, Murad apardı. Dedi kiməsə çatdırmalıdır. Demədi kimə? Dedi, amma yadımdan çıxıb. Vallahi yadımdan çıxıb. Bu kinist? Hə, ona. Hə, bir də dedi, sən bunu bilsən, çox sevinəcəksən.